Teşekkür edirik, minnətdarıq. Necə istəyərdim ki, səhnəyə bugün dəyərli həmkarım, teleaparıcı, ifaçı, mənimlə bərabər çalışan Number 1 Production direktor müavini Nahil Əhmədovu dəvət edir alqışlarımızla səhnəmizə. Xoş gördük Nahil səni. Sağ olun Rəvan bəy, hər vaxtınız xeyirli olsun. Xoş gördük hər birinizi. Bugün Rəvan Zeynalovun imzası ilə mən fəxr edirəm ki, Azərbaycanlıya milli mükafatı veriləcək. Ulu Öndər Heydər Əliyevin 103 illik doğum gününə həsr olunub. Vətənimizi bizə bütöv şəkildə qazandıran şəhidlərimizin anaları buradadır, ailələri buradadır. Var olun, qarşınızda baş əyri, əllərinizdən öpürük. Dəyərli qonaqlarımız buradadır. Hər birinizə salamlayıram, var olun. Saymısız, seçmisiniz, gəlmişsiniz. Uğurlar hər birimizə. Və Tanıyın Tanıdın bizi layihəsinin iştirakçılarını səhnəyə dəvət etmək istəyirəm. İnklüziv balalarımızı alqışlayaq, zəhmət olmasa. Gəlsinlər uşaqlar və bizim bütün tədbirlərimizdə səslənən biz birlikdə güclüyük ifadəsi səslənəcək. Bu fidanları sevgisi dünyanın özünden büyük. Açtık biz onlara uğur yolları. Biz aklı birlikte birge güçlüyük. Sanma ki dünyanı görmeyir gözü. Təşəkkür edirəm və bu mahnının sözləri danışma və eşitmə məhdudiyyəti olan Aytənimizin anasına məxsusdur, İsmir Etibar qızına. Allah'tan onu da şəfa edirik. Və mən istəyərdim ki, mənə zəhmət olmasa Nahid. Azərbaycan yazıcısı, Azərbaycan həkimi, Azərbaycan ziyalısı, bizim üçün çox dəyərli olan və bu günlərin baxmayaraq ki, dəvət aldığı tədbirlərin sayı çox idi, amma mənim və bizim komandanı tək qoymadı. Ulu Öndərimizin dayısı qızı olan Zərifə xanım Quliyevanı dəvət edir alqışlarınızla. Xoş gəlib Zərifə xanım. Zərifə xanımın çok şadan salamlayıram. Onlar mənim üçün doğmadır. Hər birinizin əlindən öpürəm. Bizim hörmətli millət vəkilimiz Razim Əliyevadır. Səmimi qəlbdən salamlayıram sizləri. Xanımlar, cənablar, hamınızı salamlayıram. Rəvan müəllim böyük bir məhdəşəm tədbirdir. Bu tədbir siz hər zaman gözəl layihələr həyata keçirirsiniz. Əlbəttə ki, mən buna biz hər birimiz bunun üçün şərəf duyuruq, fəxr edirik. Bugün əlbəttə ki, Ulu Öndərimizin 103 illiyini, yubileyini qeyd edirsiniz. Yəqin ki, bizim tədbirlər başlayacaq verici günlər, amma siz hər zamanki kimi hər şeydə öncədən edirsiniz. Təşəkkür edirəm. Əlbəttə, biz burada əyləşənlər hamısı bilir. Məhtərəm prezidentimiz və bizim burada əyləşən bizim şəhidlərimizin anaları və bizim qazilərimiz. Bunun üçün də biz hər zaman sizlərə minnətdarıq. Hər zaman bugün siz qəhrəmanlar qəhrəmanısınız. Çünki siz belə oğullar getirirsiniz. Və bu günləri siz ana olaraq, şəhid anaları olaraq, qazilərimizin anaları olaraq bugün siz Ulu Öndərimizin irsini uğurla aparırsınız və Ulu Öndərimizin siyasətini uğurla aparar. Möhtərəm prezidentimiz İlham Əliyev cənablarının ətrafındasınız və onu dəstəkləyirsiniz. Mən sizə bu yolda böyük Rəvan, sənə də çox sağ ol, çox təşəkkür edirəm ki, elə bizim qəhrəmanlarımızı unutmuşsunuz. Var olasınız. Bu ən gözəl işdir bugünkü günümüzdə. Mən sizi təbrik edirəm və sizə böyük uğurlar arzu edirəm. Sağ olun. Çox təşəkkür edirəm və yaxınlaşaq zəhmət olmasa. Alqışlayaq Zərifə xanımı. Bir xatirə fotosu da çəkdirək Zərifə xanım. Hədiyyələrimizi götürək.
Azərbaycan Respublikasının xəritəsi. Bilirəm ki, sizin üçün çox dəyərli olacaq. Bu da daha çok. Burada biz gitmiştik. Biz şehit analarımızla birlikte gittik burada.